Əziz bilgələr, bu dəfə sizə 2025-ci ildən yeni dərs izahlarımızı çəkirik və bu izah bizim Xankəndi şəhərində çəkdiyimiz ilk izahdır. Xankəndi şəhərində belə bir gözəl günlə sizin qarşınızda olmaq mənim üçün böyük qürurdur. Ona görə də bu günləri bizə yaşadan hərbçilərimizi və şəhidlərimizi buradan anırıq. Azərbaycan dövlətinin daim var və güclü olmasını arzu edirik. İndi isə keçirik dərsimizin izahına. Bugünkü dərsimiz 20-ci əsrin əvvəlində sənayenin vəziyyəti, onun ardınca isə kənd təsərrüfatı və yeni aqrar qanunlar dərsindən danışacağıq. Deməli, birinci növbədə 20-ci əsrin əvvəlində neft sənayesinin vəziyyəti haqqında bir ümumi məlumat veririk. Bu hissədə köhnə kitablarla təzə kitablar arasında çox az miqdarda azalma var. Məsəl üçün, köhnə kitablar olanlardan orada Qubazad söhbətləri var, neft çıxarılan bölgələr, onların adı çıxarılıbdır. Yekunda təzə kitab üzrə gedirəm. Azərbaycan 19-cu əsrin sonunda neft çıxarılmasına görə Bakı birinci yerdə idi dünyada. Burada neftə yeni maraq artmışdı. Müharibədən əvvəlki dövrdən söhbət edirik hələ, 20-ci əsrin əvvəlindən. Amma sonra bəzi problemlər çıxırdı, bu problemlər səbəbindən geri düşməyə başlayırıq. Bu problemlərin bir neçəsi var. Bunun əsası 1900-1903-cü illərdə dünyada baş vermiş böhran idi. Bu böhranı biz adlandırırıq dünya böhranı. Dünya böhranı nəticəsində təmərküzləşmə və inhisarlaşma artmışdı. Baxın. Mən sizə əvvəlki dərslərdə də dəfələrlə vurğulamışam ki, bizə ifadənin doğruluq payı yox, onun dəqiqlik payı lazımdır. Bu iki ifadənin arasında fərq var. Yəni, fərq nədir? Məsələn, sizə məsəl üçün desək ki, 20-ci əsrin əvvəlində neft sənayesinin vəziyyətinə aiddir. Neft sənayesində inhisarlaşma başlamışdı desə, 20-ci əsrin əvvəlində bu ifadə səhv olur. Amma inhisarlaşma genişlənmişdi, inhisarlaşma davam etmişdi desə, bu ifadə düz olur. Çünki neft sənayesində inhisarlaşmanın başlaması, Samir elə eləmə, başına dönün. İnhisarlaşmanın başlaması çox ciddi olmanıza ehtiyac yoxdur. Narahat olmayın. Birazdan onsuz da sizə müraciət edəndə başa düşəsiniz nə var, nə yox. İnhisarlaşmanın başlaması 19-cu əsrin sonlarına təsadüf edir. İnhisarlaşmanın güclənməsi isə 20-ci əsrin əvvəlinə. İnhisarlaşma nə deməkdir? Müasir dillə desək, monopoliya. Yəni, bir neçə müəssisənin bir şirkətin altında birləşməsidir. Təmərküzləşmə ilə inhisarlaşma sözləri bir-birinə çox yaxındır. Ona görə bu iki ifadəyə fikir verir. Təmərküzləşmə, mərkəzləşmə sözündən gəlir, irəli gəlir. Bu neçənci qrupdur? Gəl bura. Dur burada. Gəl bura səndə. Orada niyə əl edirsən? Sunkanı götür, çıx, tez ol, vaxtımızı alma. 2 dövsən sən? Coğrafiya. Sunkanı götür, get. Gəl, adam kimi gəl, qorxma, onsuz da paylaşacağım. Paylaşacağım, gəl, gəl. Gəl, narahat olma. Çıx, rədd ol da. Parazit. Hələ bir gözdə görüm sən düşmüsən. Düşdü. Hə, neysə. Nə deyirdim? İnhisarlaşma söhbətinə danışdım. Təmərküzləşmə sözünün özü dilimizə ərəb-fars dilindən keçmiş bir sözdür. Mən əvvəlki dərs dediyim uşaqlara bu barədə danışmışam. Ərəb-fars dilindən, xüsusilə də ərəb dilindən bizim dilimizə keçən sözlərin kökü samitlər üzərində hərəkət edir. Yəni, siz bəzi sözlərin samitlərinə fikir verərək sözün mənsəbini, yəni daha doğrusu mənbəsini tapa bilərsiniz. Məsələn, təmərküzləşmə sözündə o girişdəki tə şəkilçidir. Ərəblərdə bir girişdə ön şəkilçilər var. Bizdə o, məsəl üçün, na şəkilçisi var, bu şəkildə. Onlarda da girişdə tə şəkilçisi var, mü şəkilçisi var, mə şəkilçisi var. Bu kimi şəkilçilər var. Bu təmərküzləşmə sözündən tə sözünü çıxanda mərküzləşmə qalır. Oradan da m, r, k, z mərkəz sözünün yaradılması, yəni mərkəzləşmə sözündən yaranır. Nəysə, bu sözü çox uzatmayaq. Təmərküzləşmə genişlənmişdi dedik, inhisarlaşma genişlənmişdi dedik. Bunun ardınca 1900-1903 böhranının digər hadisələrindən deyirik. Burada bizə süni neft qıtlığından danışır. Süni neft qıtlığı nə deməkdir? Məsələn, dünyada bəzi şeylərdə, mən dəfələrlə bunu kiçik sahibkar müəssisələrində də şahidi olmuşam. Məsələn, sabah bilirik ki, siqaretin qiyməti qalxacaq. Bizim bəzi market işlədənlərimiz, ədəbazlar, axşam vitrindəki siqaretləri yığır, qoyur polkanın altına. Və səhər köhnə qiymətlə aldığı siqareti çıxardır, yeni qiymətlə satışa çıxardır. Bu, süni qıtlıq yaratmaq deməkdir. Yəni, neftləri var idi bunların. Nefti gizlədirlər, neftin qiyməti qalxır, qalxanda o nefti başlayırlar satışa çıxartmağa. Bu, neft qıtlığıdır.
Yəni süni qıtlıq. Bu başqa sahələrdə də var idi. Nəysə. 1929-3 böhranından sonra biz fikirləşirdik ki, neft sənayemizdə vəziyyət düzələcək, amma düzəlmədi. Bunun səbəbi nə oldu? Bir, həmin dövrdə 1904-5-ci illərdə Rus-Yapon müharibəsi baş verdi. İkincisi 1905-7-ci illərdə Rusiyada burjua inqilabı baş verdi və bu səbəblərə görə inkişafın qarşısı alındı. Ondan sonraki dövrdə bizi yeni texniki yeniliklər tətbiq olunmadı deyə bu hissədə də ABŞ bizdən qabağa keçdi. Bax, 19-cu əsrin sonunda biz dünyada birinci yerdəydik. Artıq 20-ci əsrin əvvəlində birinci yerə hara keçdi? ABŞ. Biz düşdük ikinci yerə. Bunun səbəbi nə oldu? Səbəb oldu ki, bizdə köhnə qurğulardan istifadə olunurdu. Bu hissə bitdi. İndi isə sizə neft sənayesindən başqa digər sahələr haqqında söhbət edirik. Bax, Azərbaycan sənaye sahəsində yüngül və yeyinti sənayesi daha çox milli kapitalistlərin əlində idi. Yüngül yeyinti sənayesinə hansı sahələrə aiddir? Məsələn, toxuculuq sahəsi, pambıq təmizləmə sahəsi, ipəkçilik indi toxuculuqla o eyni şeydir. Bunun ardınca məsələn balıqçılıq sənayesi və s. digər sahələr. Birinci məsələn ipəkçilik, toxuculuqdan bir kəlmə deyim, sonra digərlərinə keçərik. Ümumiyyətlə həm 19-cu əsrin sonunda, həm 20-ci əsrin əvvəlində pambıq yox, ipək istehsalına görə öndə olan şəhər, tanınmış şəhər hansı desə nə deyəcəyik biz? Şəki şəhəridir, bəli. Ona görə də 19-cu əsrdən etibarən, onsuz da 20-ci əsrin əvvəlində bu özünü göstərmişdir. Şəkini Qafqazın Leonu adlandırırlar. Çünki burada ipək yaxşı inkişaf eləmişdi. Leon da Fransanın şəhəri idi. Ona görə bizi Şəkini belə adlandırırlar. Biz bu cümləni təzədən vurğulayan bilmirəm indi. Bayaqki hissədə dedim, yoxsa yox. Yüngül və yeyinti sənayesində daha çox kapital qoyuluşu milli sahibkarlara məxsus idi. Sizdən soruşsa ki, neft sənayesindən sonra ikinci sənaye sahəsi hansı idi? Siz deyərsiniz ki, balıqçılıq. Nələrə görə balıqçılıq idi? Bir deyərsiniz kapital qoyuluşuna görə, iki deyərsiniz məhsulun çoxluğuna görə, üç də deyərsiniz ki, burada elə bir ki, üçüncü yadımdan çıxdı. Kapital qoyuluşu, məhsulun çoxluğu, bir də fəhlələrin sayına görə. Bəli. Bu üç dənə sahəyə görə balıqçılıq ikinci sahə kimi gəlirdi. Bizdə inkişaf etmiş sahələrdən biri də əlvan metallurgiya sahəsi idi. Əlvan metallurgiya sənayesi ümumiyyətlə hansı bölgədə inkişaf eləmişdi, əziz 11-lərim? Ay sağ ol. Gədəbəy sənayesində. Bəli, görürsünüz, buradakı uşaqlar da oxuyur. Siz elə bilirsiniz ki, Xankəndidə qoydular bunu. Xeyr, burada da dəyərli ziyalılarımız var, yetişdirəcək birazdan. Gədəbəydə və Qalakənd. Əslində Qalakənd Gədəbəyin öz kəndidir. İndi içinizdən bir milli qəhrəman çıxa bilər mənə, desin bu zavodların fəaliyyətə başlama ilin, əziz 11-lər. Yaxşı da, yaxşı. Fizlərin dişi ağrıydı, yoxsa deyərdi. Eləmi Fizlə? Ay, sağ ol. 1865-ci ildə Gədəbəydə mis əritmə zavodu fəaliyyətə başlamışdı. Bu keçmiş dərslərimizdəndir. Bir də 1883-cü Qalakənddə mis əritmə və mis saflaşdırma zavodu fəaliyyətə başlamışdı. Mənim əzizlərim, yumurtanız tərs gəlib. Niyə elə edirsiniz? Hə? Bu saat 3-cü də yığacam bura. Çəkib paylaşacağım sizi. Sizə ancaq bu dillə danışmaq lazımdır. 20-ci əsrin əvvəlində əlvan metallurgiya sahəsində də yeniliklər baş vermişdi. Bu yeniliklərdən başlıcası inhisarlaşma prosesi idi. İnhisarlaşmanı da bayaq izah elədim. Bundan savay ən böyük yenilik bu dövrdə əl əməyini elektrik enerjisinin əvəz etməsi idi. Yəni elektrik enerjisi gəldi, bunun nəticəsində işçilərin işi biraz yüngülləşdi. Bir də bu dövrdə baxın, Şimali Azərbaycanın qəzalarında ilk dəfə olaraq, Şimali Azərbaycanda ilk dəfə olaraq demirəm, qəzalarda ilk dəfə olaraq 83-cü ildə hansı ki zavod açılmışdı Qalakənddə. Həmin ərazidə su elektrik stansiyası fəaliyyətə başlayır. Amma bu elektrik stansiyası 1906-cı ildə fəaliyyətini dayandırır. Mən sizdən bunun səbəbini soruşacağım ki, niyə fəaliyyətini dayandırır? Siz də deyərsiniz, çünki Moskvada eyni işi yerinə yetirən başqa bir müəssisə var idi. Bura önəmi vermirlər və bu müəssisə bağlanır. Bu da əlvan metallurgiya. İndi isə son 1-2 cümlə İsmail su problemi ilə bağlı deyirik. İsmail su problemi ilə bağlı danışanda biz deyirik ki, Bakını İsmail su ilə təmin etmək məqsədi ilə 1917-ci ildə, bu köhnə kitabda var idi onsuz da, 1917-ci ildə Şollar su kəməri çəkilmişdi. Şollar su kəməri çəkilmişdi və bu da Hacı Zeynalabdin Tağıyevin maliyyəsi hesabına həyata keçirilmişdi. Bu sizin birinci dərsiniz. Birinci dərs qutardı. İndi mən bunlarla sağollaşacağım. Sonra ikinci dərsi çəkəcəm. Bugünkü birinci dərsimizin izahını bitirmişik, dəyərli dostlar. Tez bazar izah elədim. Nəyə görə? Çünki burada çəkdiyim birinci izah idi. Bu dərsdə gülməli hissə yoxdur.
Uşaqlarla biraz zarafat elədim, o da öz yerində, amma təəssüf ki, dərsimiz izah qurtardı. Növbəti dərs izahında görüşənə qədər özünüzə yaxşı baxın.